illərlə də deyirəm, demək olar ki, bəlkə də bir 10 ildir mən deyirəm ki, Azərbaycanda bizim 3 idman qurumumuz var. Mən də belə götürək ki, orqan var. Gəncə və İdman Nazirliyi, Olimpiya Komitəsi, bir də ki, Futbol Federasiyası. Yəni bu 3 qurumun nəzdində bir qurum yaradılmalıdır, mərkəz yaradılmalıdır. Akademiyalara nəzarət mərkəzi. Demək 2012-ci ildə, 2018-ci ildə dünya çempionatı Rusiyada keçirilir. O dünya çempionatına 6 il qabaq Putinin bütün müşavirə keçirir, bütün idman adamlarını yığır, nazirləri yığır. Niyə bizim çempionatda daha çox əcnəbilər olur, biz pulları veririk, əcnəbilər gedir. Bizdə qarşı dünya çempionatı var. Bizim dünya çempionatını oynamağımız üçün normal. Yerli uşaqlara üstünlük verilməlidir. Və pul ayrılır, vəsait ayrılır. Hər kluba neçə milyon pul ayrılır, vəsait ayrılır ki, yerli uşaqlar üçün. Və o dediyim mərkəz kimi bir mərkəz yadırır və orada ancaq sırf, yəni bizdə kimi yox, orada sırf inkişaf proqramı gedir. Həm məşqçilərin savadlanması, həm futbola yanaşması, özünə aparması, biliyi, futbolu necə dərk edir və necə öyrədir, müasir futboldakı inkişafı necə öyrədir yeni gənc nəslə. Böyləcə yetişdirdilər, gəldilər dünya çempionatında da demək olar ki, adası 4-1-ə qədər gəldilər. İspanlara məğlub, İspanları da hələ məğlub elədilər. Bəli. Yəni çıxış oydur. Bizdə də o mərkəz yaradılır, çox ölkədə var. Akademiya nəzarət üçün mərkəz var. Bugünkü bizim Futbol Federasiyasının Belgiyada yazdırdığı inkişaf strategiyasında o var. Mərkəz yaradılmalı, amma yaradılmır hələ. Yaradılsa, məsələn üçün, bizim futbolda məşqçilərin əmək haqqısı çox aşağıdır. Uşaq futbolunda məşqçilərin əmək haqqısı çox aşağıdır. Biraz o əmək haqqı qaldırılandan sonra heç bir məşqçi valideyn əlinə baxmaz. İmkanlı valideyn axtarılmaz. Yəni, mən bunu illərlə deyirəm. Bizdə orada ayrı seçkilik var akademiyalarda. Bu imkanlı balasıdırsa, ona tamamilə başqa baxış var, yanaşma var. Bu kasımın balası ona görə bizdə akademiyadır. Çünki imkanının balasından, varının balasından futbolçu yetişmir. Yəni, bu tarixdə bu sübut olunmuş bir məsələdir. Kim ki kasıbdır, o uşaqlardan həmişə gəlir. Çünki bəlkə də bu genetik olaraq kasımın balası istəyir ki, daha özünü göstərsin, ailəsinə də hansısa bir sevinç bəxş eləsin, amma imkanlı balası bir ki, hər şey var. Əyləncəsin gedir də. Bəli, yəni o sadəcə olaraq özünü, həyatını belə daha normal, xoş keçməsini keçir, amma kasımın balası hər zaman siz görürsən ki, oxumaqda da, savadda da kasımın balası görürsən ki, hər şey yaratır ki, universitetə qəbul olsun, amma bu bir tərəfdən görürsən ki, yox, tamamilə hansı yollarla gəlir, üzrəsəmdə o da sonra mənə deyəcəklər ki, tərlar çox danışır. Ona görə də bugün bizim akademiyalarda yetişmə yoxdur. Savadlı uşaqların hamısı məhv olur. Və məşqçilərin orada həm savadlarının çoxunun savadı aşağıdır. Çünki tanışlıqla gələni də var. Tanışlıqla işləyən də var. Ona görə də biz daha çox istedadlı futbolçuları itiririk. Dəfələr olub ki, mənlə mübahisələr olub ki, niyə Azərbaycanda futbolçu yoxdur, yetişmir? Deyirəm ki, günaha, necə oldu əvvəllər yetişdi, indi yetişmir? Mən özüm Şirvan şəhərində dünyaya gəlmişəm. Mən Şirvan şəhərinə gəlib Bakıda oxuyub Avropa çempionu olmuşam futbol üzrə, SSR yığmasının tərkibində. 90-cı ildə bəli. Arif Əsədov, Sumqayıtdan dünya Avropa çempionudur futbol üzrə. Mənim üçün. Vladislav Qədürov Bakıda yetişib, o da dünya çempiyonudur. Götürək elə Vəli Qasımov, Gəncəli balası idi, Avropa çempionu olmuşdu, düz onlarda bir balaca proses oldu. Azərbaycanın yetirməsi. Nazım Süleymanov, yardımlı balasıdır, deyirik ki, ya yardımlı. Rusiyada ad çıxarıb. Vəli Qasımov Rusiya çempionatının ilk bombardiridir. 92-ci ildə. Və İspaniya, Portuqaliyada səs qalıb. Bunlar hamısı Azərbaycan. Banişevskinin özünü Azərbaycan yetişdirib. Nə oldu Azərbaycanda bu qədər hələ sadalayaram Yaşar Babayev qardaşları, Adil Yaşar Babayev, Əli Rəhmanov, dahi futbolçu, Bruxtis olsun, Rafiq Mirzəyev olsun, hansı ki, SSR yığmasının kapitanı olub öz yaşlıları arasında. Bizim bizim nə qədər sağlam. Səməd Qurbanov, İskəndər Cavadov, maşallah, hansı ki, səs salıblar da Azərbaycan adına Rusiyada səs salıb. Niyə o vaxtı yetişdi, bu indi yoxdur? Və özür istəyirəm, belə baxanda qonşularımızda Gürcüstan olsun, Özbəkistan olsun, bir Avropa çempionatına çıxıb artıq. Və araşdıranda görürsən ki, bu bir dəfə olan məsələ deyil. Hamısının uşaq futbolu illərlə inkişaf etdirir. Mütləqdir. Özbəklər nə ilə? Özbəklər Gürcüstanın ümumiyyətlə fərqlidir. Sistem fərqlidir. Onlarda yanaşma fərqlidir, tamamilə fərqlidir. Onlar yetişdirirlər, klub
komandalarına o qədər üstünlük verilmir. Onların prinsipi ancaq yetişdirib millini yüksək səviyyədə saxlamadır. Ona görə onların demək olar ki, 20 futbolçudan 20-si liqanı həyat yaşayır. Dünənlər olan bir futbolçu da vardı, Fransada oynayırdı, indi artıq Villarreal'a keçdi İspaniya. Mikal Tadze. Bəli. Yəni istər-istəməz onlarda inkişaf tamamilə başladı, amma Özbəkistan fərqli bir sistemdir. Çünki bizim federasiyada ümumiyyətlə futbolçular təmsil çox az təmsil olunmuşuq biz. Veteran futbolçu ümumiyyətlə federasiyamızda azdır. Amma Gürcistana baxsa demək olar ki, hamısı veteran futbolçular. Özbəkistanda Rövşan vardı, Rövşan hakim idi, dünya çempionatını zaten idarə eləmişdi. Həmin onu gətirib qoydular vitse-prezident, yəni futbola o əlaqələr yaratdı. Ən çox da İspaniya ilə əlaqə qurdu. İspaniya mütəxəssislər çağırdı, dedilər ki, 5 il müddətinə burada proqram işləyəcəksiniz siz. Amma sizin köməkçiniz bizim özbək futbolçular, veteran futbolçular olacaq, köməkçilər. Və onları öyrədəcəksiniz ki, sonda bizim futbol inkişaf eləsin. Yəni 5 il müddətinə Özbəkistan futbolunu inkişaf eləməlidir. Əlaqələr qurdular İspaniya klubları ilə, ora getdi mütəxəssislər, özbək mütəxəssisləri kurslar keçdilər, oradan gəldilər, burada öyrətdilər və elə-belə inkişaf elətdirdilər. Bu gün də oynayan futbolçuların demək ki, hamısı yerli uşaqlardır və artıq Avropaya çıxışları var. İstəyəsən mütəxəssislər də onlara bir yön verirlər. Bəli, yəni artıq təməlin yerli futbolçular, yerli mütəxəssislərdir. Yerli futbolçuları inkişaf elətdirirlər. Çünki əcnəbi sənin mentaliteti bilə bilməz, yanaşmanı bilə bilməz. Onu gətirirlər, onun proqramı üzərində öz mütəxəssislərini yetişdirirlər. Çünki bilir ki, bu yerli mütəxəssis məsələn tarlanın xarakterini daha tez anlayır. Onun yanaşması, mentalitet, Azərbaycan mentaliteti biraz tamamilə fərqlidir. Biz bunu dəyişməliyik. Nə olur olsun, biz mentalitetimizi dəyişməliyik. Bizdə yanaşmalar çox fərqlidir. Biz ağır iş görmək istəməliyik, biz çox iş qaçmaq istəməliyik. Nə bilim, rahatçılıq axtararıq. Biz biraz yanaşmamız lazım. Hərəmiz özümüzü daha ağıllı hesab eləyərik, daha o birisindən üstün tələb edirik, amma kollektiv idman tamamilə fərqlidir. Biz yanaşmanı dəyişməliyik, mentaliteti dəyişməliyik. Ona görə də insanlar gətirdilər mütəxəssisləri İspaniyadan. Öz mütəxəssisləri onun yanına qoydular ki, öyrədin bunlara. Və sonunda biz o proqram üzrə getdilər. Və bu gün də inkişafdadırlar. Bir neçə futbolçular Manchester City-yə getdi, indi bir neçə futbolçular var ki, biri Romada oynayır. Yəni inkişaf edir. Gürcülər də tamamilə fərqlidir. Ona görə də artıq dünya çempionatına bunlar vəsiqə aldı. Gürcüstan Avropa deyək ki, final mərhələsində vəsiqə qazandı. Çünki işdə yerli mütəxəssislərin hamısının savadı onlar mütəmadi olaraq Avropaya çıxışları var. Göndərilirlər klub tərəfindən. Gedin orada kurslar keçin. Baxın yanaş, akademiyada necə işlənir. Və özlərinin futbol məktəbi var. İndi biz gürcülərlə ayaqlaşa bilməz çünki gürcülər Sovetlərin dövründə də Dinamo Tbilisi yəni kubokunu alıb o vaxt. Çempion da olub. Yəni istər-istəməz biz ona çatmamışıq. Onların yanaşması fərqlidir. Onlar məsələn üçün futbola bir maddiyyat kimi baxmırlar, qazanc kimi baxmırlar. Onlar yetişdirib futbolun inkişafı, milli komandaların inkişafını daha çox üstün tuturlar, nəinki maddiyyatı. Maddiyyat da nə qədər ki onu üstün tuturlar ki, futbolçular kənara geçsin, maddiyyat öz-özünə artıq futbollarına yatırım çoxalır. Bizdə isə biz klubların akademiyalarına bir neçə əcnəbi mütəxəssis gətiririk, onları da özümüz kimi artıq mentalitləşdiririk. Yəni bizim öz xarakterimizə, mentalitemizə uyğun onları da artıq o vəziyyətə gətirib çatır. Nə inkişaf var, nə yetişən var, amma sadəcə olaraq vəsait olaraq daha çox əmək verilir. Və bu baxımdan da bugün bizim milli yığma komandanın demək olar ki 70%-ni milliləşdirilmiş əcnəbi futbolçulardır. İndi siz təsəvvür edin, mənim ürəyim Azərbaycanla döyünür. Mən Azərbaycanım, mən gedirəm oynam o deyək ki, hansısa bir postsovet məkanında hansısa bir yığmadır. Mənim ürəyim nə qədər olsa da Azərbaycanda bu qan buradadır, buranı istəyərəm. Yəni o qədər ora can qoya bilmərəm. Ona görə də bura gəlib millidə oynayan futbolçular o qədər önəm daşımır. Onlar sadəcə olaraq reklamdır. Yəni özlərinin karyeralarında irəliləyiş atmaq üçün milli yığmada hansı milli yığma komanda oynarsan, sənin karyeranda hansı bir kluba keçəndə artıq üstünlüyü təşkil edirsən. Daha çox ona öz ölkəsində çıxa bilmir milli yığma səviyyəsinə. Ora çıxa bilmədən burada keçir milli yığma komanda səviyyəsində. Sənin karyeranda artıq milli yığma komandada oyun var. Sən hansı bir kluba keçəndə artıq deyək ki, Avropaya gedəndə artıq o da baxılır ki, milli yığma komandada oynamısan. Və bu sənin üstünlüyü təşkil edir. Daha çox ona üstünlük verir. Siz baxın, klubda oynayan futbolçularla milliləşdirilmiş futbolçular, millidə oynayan futbol, həmən futbolçunun oyununa baxın. Fərq həddindən artıq böyükdür.
Klubda daha çox canlı qoyurlar, çünki vəsait maaşı var, əmək haqqısı var, inkişaf oradan gedə bilər. Milli yığma komandaya görə can qoymurlar. Ona görə də biz bu gün problemi orada yaşayırıq. Çünki bu daxil o vətən sevgisi, milli ruh orada olmur.